Salam mənim əzizlərim. Davam edirik qız bürcü ilə. Yanvarın sonuna qədər qız bürclərini nələr gözləyir? Onlara baxacağıq. Şans, uğur, qoruyucu enerji var. İşlər yoluna düşür. Kiçik amma faydalı qazanc, kiçik də olsa fürsətlər əlinizə gəlir. Sevgi münasibətlərində də kiçik də olsa irəliləyişlər olacaq. Qapalı qalan məsələlər açılır, cavab gəlir. Çoxdandır gözlədiyiniz bir xəbərlə bağlı artıq çözüm yolu tapılır. Nə istədiyini bilirsən, hədəfə fokuslanmısan. Risk alıb irəli atılacaqsan, qorxuya baxmadan addım atacaqsan. Riskli olan bir şeyləri həyata keçirməyə, yəni güc, cəsarət toplayıb edəcəksən. Uzaq planların, hədəflərin vardı. Biraz çox fikirləşirsən. Çox fikirləşirsən və düzgün anı gözləmək lazımdır. Sənəd, yazı, müqavilə, yazılı xəbər, imza, rəsmi məsələlərlə bağlı biraz gecikmələr ola bilər. Sənin tərəfindədir. Tez gələn fürsət var, çıxış yolu tapılır. Dəqiq hədəf və cəsarətli addımlar ata bilərsən. Yazılı xəbər, rəsmi işlə bağlı tamamlanmaya odaqlanmısan. Nəsə bir sənədlə bağlı, biletlə bağlı. Yəni hal-hazırda həyatında həll edilməli bəzi problemlər var. Hər hansı bir dedikodu, arxamda danışırlar. Bu kollektiv işbirliyi olan bir yer ola bilər. Hər hansısa bilinməyənlərin, yəni sizdən gizlədilən nələrsə var. Amma narahat olmayın. Bu qısa müddətlikdir. Nəysə qeyd edəcəksiniz. Baxın, burada həll olunmalı problemlər çıxmışdı. Yaxın zamanda həmin bu problemlər həllini tapacaq. Bu qədər.